Salam, xəbərin brendi günün trendi efirdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendə görüşüblər və müzakirələr aparıblar. Heydər Əliyev Fondu daha bir orta təhsil müəssisəsini tam təmirli şəkildə şagird və müəllimlərin ixtiyarına verib. 1953-cü ildə inşa edilmiş Samux rayon Alıuşağı kənd məktəbi ən yeni standartlara əsasən restavrasiya olunub və təhvil verilib. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Azərbaycan Respublikasının konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunan xüsusi videoçarx hazırlayıb. Təsirli, təşəkkür məzmununda hazırlanmış videoçarxda real döyüş kadrlarından istifadə edilib. Mətni xalq artisti Fəxrəddin Manafov səsləndirib. Cavab almayacağım. Bəlkə də sənlə nə vaxtsa qarşılaşmışam, yol getmişəm, görmüşəm səni, bəlkə də. Amma nə sən məni tanımısan, nə mən səni. İndi mən səni tanıyıram. İndi səni hamı tanıyır. Əziz şəhid, o namərd gülləsinə tuş gəlib yıxıldığın yerdə hansı ucalıq, necə bir nümunə yaratdığının fərqindəsənmi? Qanın axan o torpaqda nə güllər açıb, bilirsənmi? Xocalıda üzlər gülür, bilirsənmi? Üzeyir, Natəvan, Bülbül, Şuşada necə bəxtiyardı, bilirsənmi? Laçında məktəb açılıb, Xankəndi tələbə şəhəri olub. 30 ildə uçurulmuş o viranə daşlardan Zəngilanda bina hörülüb. Bilirsənmi, biz indi sənin ətrini onlardan alırıq. Hər kəlmələri, hər baxışları səndən danışır. Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikaya işgüzar səfəri çərçivəsində böyük 20-lik ölkələrinin parlament sədrlərinin 11-ci sammitində fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirməsi mövzusu üzrə çıxış edib. Azərbaycanın fəxri Qarabağ UEFA Çempionlar Liqasında Kopenhagenə 2-0 hesabı ilə qalib gəldi və oyundan öncə dünya şöhrətli Qarabağ atları stadionda dövrə vurdular. Oyun sonrası isə Ağdam təmsilçisinin maskotu Kəhərlə futbolçular arasında maraqlı anlar yaşanıb. Qarabağ klubunun azarkeşi dünən stadionda necə sevinib, necə coşquyla öz sevincini qeyd edibsə, onun ayağı zədələnib, diz qapağı qopub. Şuşa rayonu Kiçik Qaladərəsi kənd ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb. Evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F1 əl qumbarası aşkarlanıb. Aşkar edilən tələ qurğu ANAM əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib. ANAM-ın təmizləmə dəstəsi tərəfindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində evlərin təmizlənməsini həyata keçirərkən evlərinin birinin damının qapısı bağlı olduğu diqqət çəkib. Dama fənər vasitəsilə işlandıraraq baxış keçirilərkən müəyyən olunub ki, damın qapısında partlayıcı qurğu tələ məftili vasitəsilə qoşulmuşdur. Əraziyə partlayış dəstəsi cəlb olunmuş, 2 ədəd F1 əl qumbarası tələ məftili vasitəsilə qapıya quraşdırılması tərəfimizdən aşkar edilmişdir.
Tərəfimizdən 2 ədəd əl qumbarası zərərsizləşdirilərək partlayışı üçün poligona daşındı. Yevlax şəhərində yol qəzası baş verib. Şəkər çuğunduru daşıyan KAMAZ markalı yük avtomobili sürücünün idarə etməsindən çıxaraq şəhərin mərkəzindəki dairəyə çırpılıb. Nəticədə yük maşını yararsız hala düşüb. Yük yerindəki çuğundurlar ətrafa dağılıb. Xəzər rayonu Binə qəsəbəsinin sakinləri şəxsi maddiyyatları hesabına yolun çuxurlu yerlərini bərpa etdirirlər. Onlar qaynar xəttimizə müraciət edərək xahiş edirlər ki, rayonun aidiyyatı qurumları bərpa olunan yolun üzərini asfalt örtüyü ilə təmir etsinlər. Sakinlər öz vəsaitinə bax belə yığışıb yolu çala-çökəklərini doldururlar ki, ən azından gediş-gəliş bir normal olsun. Uşaqlarımızın məktəbə gediş-gəlişi bir normal olsun. Uşaqlarımız keçə bilmir buradan, gələ bilmir. Xahiş edirəm icramızdan, bələdiyyəmizdən ən azından bu tökülən qumun üstündən, daşın üstündən asfalt çəkməyə bu sakinlərə köməklik eləsinlər. Xahiş edirəm. Binə sakinlərinin adından xahiş edirəm. Ən azından bu asfalt olsun ki, gediş-gəliş bir normal olsun. Gənclik küçəsində bir ayda təmir olunmayan yol problemi ciddi fəsadlara yol açır. Gecə saatlarında vətəndaş motosikletlə hərəkət edərkən qazılmış yol hissəsini görməyərək dəriyə düşüb. Nəticədə onun dizinə 14 tikiş atılıb. Bir dənə qadan alalım. Açıqlamamı göstərərsən. Dədə Qorqud parkında təhlükəli vəziyyət yaranıb. 6 süni göl olan, yararsız vəziyyətə düşmüş taxta döşəmə sakinlər üçün təhlükəli vəziyyət ortaya çıxarır. Hazırda Dədə Qorqud parkındayam. Dədə Qorqud parkında belə bir yolda bu taxtalar qırılıb. Bu taxtaların da altı sudur. Yəni də o gölün davamı davam edir. Burada göstərəcəm. Dəqiqə burada görsənmir. Aha, deyib o sudur. Yəni polnu körpə uşaq, hətta balıq var, belə suda belə var. Yəni körpə uşaq yəni yıxıla bilər içinə. Yəni belə qırıqlar var, bundan yəni bərpa edilməlidir. Yəni burada belə beton var, görsənmir, amma orada oralar sudur. Quba rayonunda təcili tibbi yardım briqadası kənd sakinlərinin çağırışına getməkdən imtina edib. Səbəbsə kəndə aparan yolun olmamasıdır. Mən Mustafayev Səxavət, Quba rayonu Kardaş kəndində yaşayırıq. Xəstəmiz var, təcili yardım çağırmışıq. Təcili yardım gəlib, durub burada dağın üstündə. Mən deyir, aşağı düşənmirəm deyir, yəni yol pis gündədir, yol yoxdur. Bir dənə baxın, şoförü durub burada, həkimi aparmışıq, piyada, həkim düşüb piyada. Bəli, kənd qalır bax, kənd qalır aşağıda. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə qarşı əməliyyatlar davam etdirilir. Paytaxtın Binəqədi rayonunda və Yardımlıda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar. Azərbaycanda istintaqa cəlb olunan Dədə Qorqud Xeyriyyə Fondunun rəhbəri Eldar İsmailov 2022-ci ildə Türkmənistanın o zamanki prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovu da təltif edibmiş. Qeyd edək ki, Eldar İsmailovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb. 3 sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib, prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib. Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Nizami Alışan isə Dövlət Televiziyasının keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin isə kürəkənidir. Hava limanının bitməyən taksi problemi. Jurnalist Dərya Nur Cəfərova sosial şəbəkədə çıxış edib.
Çox ədalətsiz bir sistemdir. Bax, hava limanında bu qırmızı taksi deyir ki, 35 manat aparıram. Bu taksi isə gəlib dayanıb, amma apara bilmir. Yəni, bu yarı qiymətə görə aparır eyni adresi. Amma bunun ixtiyarı yoxdur buradan sərnişin götürməyə. Bu hansı ədalətə sığır? Türkiyəli tanınmış YouTuber Onur Naci Öztürklər ölkəsinin bəzi kanallarının futbol şərhçilərini Qarabağın oyunlarını zəif şərh etməklə bağlı tənqid edib. Karabağ'la Benfica'nın maçı vardı. Karabağ gol yiyor. Spiker bağırarak, heyecanlanarak anlatıyor. Şimdi Kopenhag'la maçı var. Allah'tan Karabağ 2-0 yeniyor da. Kopenhag atak yapıyor. Heyecanlanarak anlatıyorsunuz. Ya kardeşim, o insanların ülkelerinde sizin maçlarınızı anlatma şekline hiç bakıyor musunuz ya? Bu ne büyük bir saygısızlık. Karabağ nerenin takımı ya? Bunu yapacak iki takım var zaten. Bir Galatasaray var Şampiyonlar Ligi'nde, bir Karabağ. Bunu yapacaksın ya. Ya insanı sinirlendiriyorsunuz. Bir de Türk kanalısınız ya. Qarabağ işğalçıları 30 ildən sonra dırnaqarası mükafatlarını geri qaytarır. Գետին դնել է ձեր ամոթնա, ձեր համակարգի ամոթնա, ձեր քաղաքական ղեկավարության ձեր շնորհակալություն եւ Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibəti ilə rəsmi qəbul keçirilib. Tədbirdə ölkə prezidenti AKP-nin sədri Rəcəb Tayyip Ərdoğan da iştirak edib. Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davutoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib. Bundan başqa Ərdoğanla Davutoğlu bir müddət səmimi söhbət də edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb. İstanbulda qorxulanlar yaşanıb, metroda yanğın baş verib və bu yanğın zamanı sərnişinlər təxliyə olunublar. Türkiyənin İstanbul şəhərində metro xəttində hərəkətdə olan qatarda yanğın baş verib. Oxu Azın Xəbər Qlobala istinadla verdiyi məlumata görə hadisə səhər saatlarında Mahmud Bey stansiyasında qeydə alınıb. Bildirilir ki, stansiyaya yaxınlaşan qatar tüstülənib, sonra yanğın başlayıb. Qatar stansiyaya daxil olduqdan sonra sərnişinlər dərhal təxliyə ediliblər. Tüstü səbəbindən stansiyada qısa müddətlik təlaş yaşanıb. İşçilər yanğın söndürmə balonları ilə müdaxilə edərək alovu söndürüblər. Təhlükəsizlik tədbirləri çərçivəsində Mahmud Bey stansiyası müvəqqəti olaraq bağlanıb. Araşdırmalardan sonra məlum olub ki, yanğın qatarda əyləc sistemində yaranan nasazlıqdan qaynaqlanıb. Hadisədən sonra qatar depoya aparılıb. İnsident zamanı xəsarət alanların olmadığı vurğulanıb. Rusiya Ukraynadan 185 hərbçini geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri də təhvil verilib. Bundan əlavə 20 mülki şəxs də geri qaytarılıb. Azərbaycanın ən böyük milli parklarından biri olan Şahdağ Milli Parkında unikal fotolar çəkilib. Fotolarda dağların ətəyində zubr, yəni Avropa bizonu, ceyran, maral, dağ keçisi əks olunur. Hörmətli tamaşaçılar, xəbər ziyafətimiz bugünlük yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.